1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Ada Universitetinin fondu tərəfindən Lənkəran şəhərində maarifləndirici tədbir təşkil olunub. Lənkəran şəhər Heydər Əliyev mərkəzində təşkil olunan tədbir çərçivəsində Ada Universitetinin tələbələri, şəhid övladları və Lənkəran Uşaq Evinin sakinləri bir araya gəliblər. Tədbir şəhid ailələrinin övladları və müxtəlif sosial qruplardan olan uşaqlarla gənclər arasında ünsiyyəti dərinləşdirmək, uşaqların məntiqi düşüncə tərzini inkişaf etdirmək, onlara faydalı bilik və bacarıqlar ötürmək məqsədini daşıyıb. Bu məqsəddən irəli gələrək Ada tələbələri uşaqlar üçün müxtəlif yarış və oyunlar da təşkil ediblər. Həmin oyunlar yalnız əyləncə deyil, eyni zamanda yaradıcılıq bacarıqlarının nümayişi və komanda ruhunu təşviq etmək xarakteri daşıyıb. Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və səmimi, mehriban mühitdə birgə nahar təşkil edilib. Çalışırıq universitetlərlə cəmiyyət arasında əlaqələr güclənsin və inşallah gələcəkdə də Ada Universitetinin həm sosial, həm təhsil layihələri Lənkəranda genişlənəcək. Bununla bağlı maraqlı planlarımız var. Ümid edirəm ki, növbəti ildə biz bunların hamısını reallaşdıra biləcəyik. Bütün balaları təbrik edirik.